Deməli, impulsun saxlanma qanununa aid maraqlı bir məsələyə baxaq. Deməli, kütləsi 3 kiloqram olan bomba 40 metr böl saniyə sürətlə şaquli yuxarı doğru atılır. Bomba atıldıqdan 3 saniyə sonra daxili partlama nəticəsində 2 qəlpəyə ayrılır. Bax, bu hissəni, burada dayanaq. İndi kütləsi 2 kiloqram olan qəlpə şəkildə göstərildiyi kimi 20 metr böl saniyə sürətlə üfüqi istiqamətdə hərəkət etdiyinə görə ikinci qəlpənin sürətini tapın. İndi biz bilməliyik ki, daxili partlama nəticəsi 3 saniyədən sonra partlayır o. Görə bu 3 saniyədən sonra o cismin sürəti nə qədər olur? Baxaq. Deməli, V bərabərdir. Cisim yuxarı atılanda olacaq V0 minus JT. Yəni 40 minus J10 T-də 3 eləyəcək 10 metr böl saniyə. Deməli, o cisim 10 metr böl saniyə sürət alandan sonra partlayır. Bax, bunu sildim. 10 metr böl saniyə sürət alandan sonra həmin o 3 kiloqram kütləli cisim. 3 kiloqram kütləli cisim 10 metr böl saniyə sürət alandan sonra partlayır. Deməli, buna nə deyirlər? İlk impuls. Deməli, ilk impuls nəyə bərabərdir? MV. Yəni 30 və yuxarı. 30 kiloqram metr böl saniyə. İlk impuls nədirsə, son impuls da ona bərabərdir. İndi baxaq. Deyir, kütləsi 2 kiloqram olan qəlpə şəkildə göstərildiyi kimi 2 metr böl saniyə sürətlə üfüqi istiqamətdə hərəkət etdiyinə görə deməli, ikinci qəlpənin sürəti nə qədər olmalıdır? Deməli, son impulsda 30 olmalıdır. İndi 2 kiloqram kütləli cismin impulsu olacaq. Bax, bu istiqamətdə deməli 40 kiloqram metr böl saniyə. Aydın. İndi 1 kiloqram, indi 2 kiloqram 1 kiloqramı necə oldu bunun? 1 kiloqramı. 1 kiloqramın da deməli kütləsi 1 kiloqramdır. İndi sürətini bilmirik də biz. Aha, indi burada bir dənə şey var. Bax. Deməli 2 kiloqram kütləli cismin impulsu oldu 40 kiloqram metr böl saniyə. İndi biz bilməliyik ki, son impuls yuxarı olmalıdır 30. Aha. İndi son impulsun yuxarı 30 olması üçün onda belə çıxır ki, o həmin o 1 kiloqram kütləli cisim var ha. 1 kiloqram kütləli cismin sürəti bu tərəfə olmalıdır 40 metr böl saniyə. Ki, niyə? Çünki bunun impulsu 40 olsa, bu bunu aparır və üfüqi istiqamətdə heç nə qalmır. Və eyni zamanda həmin o 1 kiloqram kütləli cismin də bir toplanana da yuxarı olmalıdır 30 metr böl saniyə. Yəqin fikrim sizə tam aydın oldu. Deməli, onda ilk impuls son impulsa bərabər olacaq. Deməli, belə çıxır ki, 1 kiloqram kütləli cismin, bax 1 kiloqram kütləli cismin, onda belə çıxır ki, bir sürətinin proyeksiyası oldu 40, bir sürətinin proyeksiyası da 30 oldu ki, metr böl saniyə oldu ki, 40 metr böl saniyə, yəni MV-si nədir? 40 sağa. Bu 2 kiloqram kütləli cisimdən impulsun tarazlaşdırdı. Deməli, qaldı bir dənə bunun impulsu yuxarı 30 kiloqram metr böl saniyə. Deməli, 1 kiloqram kütləli cismin 2 dənə proyeksiyası var. Y oxu boyunca, bir də X oxu boyunca. Deməli, onda belə çıxır ki, bunun ikisinin əvəzləyicisi nə olacaq? 30, 40, 50 olacaq da. 30, 40, 50. Aha, deməli, onda belə çıxır ki, həmin o ikinci cismin sürəti deməli 50 metr böl saniyə imiş.
Ki onun bir toplananı 40 metr böl saniyədir, bir toplananı da 30 metr böl saniyədir. Demək cavab olacaq Y variantı. Qəşəng sual idi. Diqqətinizə görə sağ olun.